Əgər insan başqalarından daha çox bilirsə, o tək qalır. Nə qədər çox anlayırsansa, bir o qədər az adam səni anlayır. Sən başqalarının görmədiyini görürsən, fərqli düşünürsən, onlara aydın olmayan şeylərdən danışırsan. Onlar səni dinləyir, amma anlamırlar, uzaqlaşırlar. Sənin pis olduğuna görə yox, fərqli olduğuna görə. Bilgi, bilənlə bilməyən arasında uçurum yaradır. Sən sistemlərdən danışırsan, onlar isə dedikodudan. Sən səbəbləri görürsən, onlar nəticəni. Sən gələcəyi düşünürsən, onlar bugünlə yaşayır. Söhbətlər boşalır, əlaqələr səthi olur, münasibətlər gərginləşir. Heç kəs günahkar deyil, sadəcə fərqli səviyyələrdəsiniz. Bu, bilginin qiymətidir, təkliyə aparır. Nə qədər yuxarı qalxırsansa, bir o qədər az adam yanında olur. Zirvədə həmişə tənha olur. İstəsən aşağıda qala bilərsən, izdihamın arasında, isti və səsli yerdə. Ya da daha yuxarı qalxa bilərsən, orada soyuq və sakitdir, amma üfüq görünür. Bilgi tənha olmaqdır, onun qiymətini qəbul et.